Amma əslində düzgün yerləşdirilməsindən başqa, yerləşdirilməyindən başqa heç nə doğru deyil. Qətiyyən aidiyyatı yoxdur. Nəyin aidiyyatı yoxdur? Gözünün formalarını tapmamısan. Mən yenə dedim, Veneranın gözü yetərincə dərindədir, yetərincə aşağı baxır. Qaş bu qədər uzaqda deyil və düşür. Səhvin ondan ibarətdir, o bir gözünü özün düzəldərsən. Dodağı o deyil, bozuram dodağının üstündə bir də başa salırıq. Ölçü. Biz niyə ölçürük? Niyə görə mütəmadi ölçülərdən istifadə edirik? Tapırsan. Və mən demişəm ki, çənə buradır, qaldırırsınız, o alt çənənin yerini saxlayırsınız, bu ölçünün yarısını tapırsınız. Da ki, sən götürmüsən buradan. Yoxlayıram, görün. Bu ölçünün yarısı deyil. Bu ölçünün yarısı bura düşür, bura düşür. Və o düşdüyü nöqtə qalır hər iki tərəfdən kölgədə. Hər iki tərəfdən. Dodağın altının kölgəsi olur. Çənəni tapdıq. Üst bucağı çəkirik. Veneranın alt dodağının yerini, üst dodağının yerini təyin edirik və burada, orada çox girintili bir yeri var. Vəssalam. Dodağının yerini düz tapmamışsın. Keçirik üzünə. Qulaqlarının yerini qoyduk. Saçının yerini bir də ölçək. Bu nöqtə. Mən dedim çəkəndə ki, ümumi başın yeri buradır. Oradan kürə götürürsünüz, gətirirsiniz qulağına doğru. Venerada vəziyyət belə olur. Bozumsan vədilərini ki, qarışmasın, aləm bilidir. Bunun üstündə tapacaqsan, biraz çıxıntıyla çıxacaqsan saçın, o biri başı çox dikəlir. Və biraz da enli açılır, burada olur. Ondan ibarətdir. Boynunu çox yumurlamır, boynu yumurlamır. Yana əyilir, yumurlamır. Orada belə bir şey saxlamayın. Və Filistalını yenə, bəya Şahnazda bizim problemimiz var dedim. Bu oval hər iki tərəfdən içərdədir. Yanında da o perspektivanı tapırsınız, sonra təyin edirsiniz. Bu ovalı yerləşdirin, kənarda çox çəkməyin. Vəssalam. Onun pedestalı hündürdür, amma üstündəki ensizdir. Onu eləməklə sən heykəlini balacalaşdırırsan, o belə uzanmış variasiyasından itir. Aydın oldu, indi düzəldirsin səhvlərini.